il əvvəlki Vüsal Hacıqadirə nə demək istəyərdiniz? Kimsənin başı var. Vay! Bəs nə yaxşı bura gəlmisən? Bu mənim günahım. Oradakı Vüsalın enerjisi ilə buradakı Vüsalın enerjisi o deyil. Sevgi, məhəbbətdən də anlayışımız ola bilər. Ən azından Elnarı bilir. Aha, Elnarə deyib mənə dinləyib. Bir aktyor kimi biz sizi çox da görmürük. Rancho tiplarınızda Sibel. Bir də zəng olur. Hə Michael, biz sizi silik filmdə çəkməyik. Hə, pajalsa, gəlin hobbi kimi çəkim gəlib. Bu qədər hərdən xəyal olma. Biz necə olur burada? Peşmançılıq var sanki bu sənətdə olmaqla. Mən bu andıra qalmış sənəti Bunun adı həyatdır. Emil Quleyev çağırın. Emil Quleyev çağırın bura. Nədir problemi? Ay Vüsalsan, nə qədər danışırsan, dedim, mən yeniyimi tez olundu. Zamanı idarə edə bilmirik. Zaman kimdir məni idarə eləsin? Qoy mən zamanı idarə eləyim. Nətər dedim sən? Salam, 200-də gəl birə xoş gəlmisiniz. Bugün qonağımız aktyor, rejissor Vüsal Hacıqadir. Xoş gəlmisiniz Vüsal bəy. Salam, necəsiz? İkinci kərə də mən buradayım. Xoş gəlmisən. Zəyalar. Xeyirli olsun yeni pavilyonunuz, yeni formatınız. Təşəkkürlər, çox sağ olun. Xoşuma gəlir. Həm də izləyirəm də. Çox sağ ol. Dayanmadınız da, dayanmadınız. Elnarə xanımın sayəsində. Vüsal, son dönəmlər məktəb serialının rejissoru kimi səni görürük. İzləyirik. Necə gedir Space televiziyasında işlər? Space televiziyasında işlər gedir öz qaydasındadır. Baxmayaraq ki, yazırlar, pozurlar. Bizdə var ha o. Yazmaq, elə ağlına gələni danışmaq, belə deyərdim, yazmaq da deyil. Amma öz qaydasındadır. Ştatla işləyirik, yəni belə deyək. Dayanmadan işləyirik. Serial çəkilişlərində davam etdiririk, verilişlər də çəkilir, işçilər də işləyir. Məktəb serialından danışırıq Vüsal bəy. Seçimlər ümumiyyətlə casting necə keçirildi? Yəni orada bir məqamı qeyd eləyim. Heç kimin xətrinə dəymək istəmirəm, amma ki baş qəhrəmanınız Ümid. Mən rəyləri də oxudum izlədikcə serialı. Belə deyim, onun haqqında rəylər o qədər də müsbət deyil. Yəni seçim nəyə əsasən olmuşdu ümumiyyətlə baş qəhrəmanda? Belə deyim də, mən buna belə cavab verəcəm. Çünki artıq ki bu serial sektoru deməli bu ki inkişaf edir, film sektoru məsələn, bizdə də ki orada bu aktyor var, orada bu aktyor var, orada burdadır və mən bunu istəmədim. Mən razıyam, tanınmış simaların olmaması. Bilmirəm, nə dərəcədə risk elədim sadəcə olaraq ki, risk elədim ki, mən düzdür, var Nəsibə xanım. Yox, məşhur simalarımız var. Sabir müəllim oradadır, Nəsibə xanım oradadır, Ruslan. Mən daha cavan nəsildən danışıram. Amma getmədim. Nəsə risk dedim ki, qoy özüm belə deyim də, mən belə yanaşdım ki, mən istəmədim ki, orada olan aktyorlar burada olsun, burada olan aktyorlar orada olsun, məndə bir başqa simalar olsun və onların içində əlbəttə ki, yaxşılar da oldu. İndi mən hansı ki rejissor kimi qane elədi məni, onların oyunu və yaxud özünə. Amma yenə də burada vaxta bağlayıram hər şey. Burada birbaşa hər şeyin cavabdehi mənəm. Yəni burada oy olmadı, vay bu şeylər yoxdur kimi bir şeylər yoxdur. Sadəcə olaraq birbaşa cavabdehi olaraq məsuliyyət şəxs mənəmsə, rejissor olaraq mən o adamı təsdiqləmişəmsə, deməli burada problem onda deyil, məndədir. Vaxtmı yoxdur uşaqlarla işləməyə? Zaman məsələsi. Bir şey var. Yəni ki, əlbəttə biz işə başlayırıq. Sən işə başlamamışdan öncə bir müəyyən bir etapları keçməlisiniz. İstər serial olsun, istər film olsun. Bunun bir hazırlıq prosesi var da. Yəni bir o dövrdən keçməlisiniz. Bizdə elə oldu ki, elə bir vəziyyətə gəldik, düşdük ki, keçə bilmədik. Çünki bizdə Ümid obrazı başqaydı. Sonra onda alınmadı danışıqlarımız. Çünki bu müğənni daha çox üstünlüyü verdi musiqiyə. Başqa. Və belə bir razılaşma əldə Camal müğənni oğlan uşaq var. Nəsə bizdə alınmadı və bir az vaxt qalmışdı. Avtomatik olaraq mənə kasta gələn uşaqlardan mənim gözümə Elvin sataşdı və onun ruh halı sataşdı əslində. Onun o ruh halı var, hansı ki belə.
oradan mən qaynaqlandım və oradan mən bunu götürdüm. Da fikirləşmədim oradakı ağırlara gedə biləcək, ya getməyəcək, onu verə biləcək, çatdıra biləcək. O uşaq da situasiyalara düşmək və qayıtmaq söhbəti var. Əslində uşaqla işləmək çox çətindir. Yəni ki, necə? Tamam, uşaqla işləmək olar. Amma əgər uşaq yəni kitab dilində danışacaqsa, bilirsiniz, bizdə bu problem, uşaq məktəbi bizdə problemdir. O ümumi problemdir. Ola bilər ki, bu seçilmişlər ola bilər, bir-iki nəfər ki, o nəsə var. Bu məktəb, yenə də məktəbə bağlayırıq da, bunu yenə getdiyi məktəbə bağlayırıq ki, məktəbimiz yoxdur, məktəbimiz zəifdir. Necə olur başqalarda, başqa dövlətlərə baxırsınız, uşaqlar var, elə oynayırlar. Çünki bunların bir məktəbi var. Studiyalar var. Ön hazırlığı var. Mən oxuduğum... Bizdə də studiyalar var. Mən oxuduğum metroda Moskovski İnstitut Televiziya Ostankino, o necə idi? Orada bağça var idi. Aha. Bax. Gimnaziya deyək də, belə gimnaziya. Sonra məktəbi var idi. Sonra universiteti var idi. Mən onun universitetində oxumadım, yox. Mən çünki oturdum, fikirləşdim ki, mən gedim 5 il eyni şey ümumiyyətlə vaxt itkisidir. 3 il oxudum. 3 ilə yaxın oxudum. Mənə bəs elədi master klasslar və yaxud da ki, başqa bir teoriya və başqa kimdən necə nətər və bunlara gəlib. Artıq orada oxuyandan sonra içimdə bir qərar verdim ki, hə, mən buna hazıram, mən işləyə bilərəm bir praktikçədə və ilk dəfə də baraman işlədim gələndən sonra. Oradan bura gələndən sonra baraman işlədim. Oradakı elə bir... Nəyə gətirəm? Bütün aktyorlar, burada heç kimin üstünə mən nəyisə bir günahlandırmaq istəmirəm. Bu mənim günahımdır. Belə deyək Yox, biz günahkar axtarmırıq zaten. Yox, mən demirəm, belə deyim də, mən demirəm ki, bilirsiniz necədir? Yox, elə deyil. Mən o öhdəliyə çox vaxt olmadı işləyim, vaxta da bağlaya bilərəm. Mən düşünürəm ki, zaman olmuş kifayət qədər çünki mən aktyorla işləməyi sevən bir adamam. Onu hamı da bilir, hamı da təsdiqləyə bilər bütün aktyorlar. Hansı ki, məsəl üçün dirəşirəm də, yəni ki, yox, bu belə olmamalıdır, belə olmalıdır. Çünki, yox, bu belə olmalıdır. Deyəm, yox, o sənin üçün belə olmalıdır. O mənim üçün belədir. Mən bilirəm sən kimsən, sən bilə bilməzsən sən kimsən. Buradan gəlmişəm. Rejissor baxışı başqa. Mənim hər bir qəhrəmanım içində bir vüsal var. Təbii. İstər qəmgin ola bilər, istər depressiv ola bilər, istər çılğın ola bilər, istər agressiv ola bilər, istər nə bilim melodik ola bilər, qapanmış ola bilər, dəniz xarakteri ola bilər, gah belə məndəyik. O mənəm. Məsələn, Vüsalə ilə işləsəm, Vüsalə gəlibsə ki, bilsin mən burada, tamam, mən qulaq asacağım Vüsaləyə, mən demirəm ki, mən Vüsaləyə qulaq, amma görürsən ki, yox, onun verdiyi, məsələn, o qatqı mənim, deyirəm, yox da, hə, çünki məndə elə bir şey var ki, mən avtomatik olaraq dəyişə bilərəm onu. O personaj, əgər mən o personajı sevdimsə, onu mən orada varsa, orada yoxdursa, mən onu əlavə eləyəcəm. Çünki o qədər sevirəm o şeyləri. Mən Sübhü Fərəcova çox bəyəndim orada. Sübhü yaxşıdır, sonra Ümidin valideynlərini, atasını. Çünki o mənə, biz o ilə işlədik. Amma aktyoru mən daha öncə izləməmişəm. Hə, heç kim izləməyim, amma o, biz necədir? Bir aktyora mən çox xoşbəxt adamam ki, bir aktyor gəlib sənə qayıdıb və ondakı səmimiyyəti sən hiss edirsən ki, və sənə təşəkkür edir ki, az idi, amma bol idi. Və sən mənə bunu verdin, çox sağ ol ki, mən bunu oynadım. Dedim ki, mənə yox, özünə sağ ol. Amma mən o seçimi çox uğurlu hesab edirəm. Çünki həmin xarakter, həmin həyat şəraiti və şərtləri həmin simada çox özünü doğru tapmışdı. Sanki onun üstünə biçilmiş bir personaj kimi gəldi mənə. Niyəsə mən o obrazı çox bəyəndim, o aktyorun ifasını. Yaxşı oynadı. Mən yaxşı düşdü situasiya, oynadı. Bəs şey çıxır, yaxşı oynadı. Yaxşı idi. Situasiyanı anladı, başa düşdü, hardadır, necədir. Xarakter nöqtəsindən gəldi. Ki, məsəl üçün bir aktyor ki, qayıdıb bilirsən, deyəndə eləmə də mən onu. Bax, mən buyam, sən də busan. Al, düş o situasiyanı, da məndən söhbət eləyək. Bax, ondan sonra mən rahat oluram. İndi yaxşıyam, indi rahatam. İndi rahatam. Biraz yaxşı da aldım, bir 30-40, tamam. Artıq onu, heç kim şey deyil axı. Marionetka və yaxud da ki, kuklazat deyil, amma o Çindən gəlməlidir. Çindən gəlməsi necə olacaq? Rolun xarakterini düzgün hiss eləyəndə aktyor zaten. Hə, məktəbi bəlkəmdir, gəlmirəm. Ümid mənim üçün nədənsə inanırdım ki, yaxşı olacaq, amma
pis də olmadı yəni. Onda bir günah yoxdur. Yox, biz sadəcə demək istəyirik ki, daha yaxşı ola O bilər. yükü əlbəttə ki, ola bilərdi, əlbəttə çox şey yaxşı ola bilərdi. Müəyyən şeylər var ki, yaxşı ola bilərdi. Mən hamından razıyam. Komanda məndə əla komandadır. Yəni sevirəm komandana baxmayaraq ki, mənə deyirlər, o məndən bezib. Elnarə var bizdə. Vəbşi bezib məndən. Ssenari ümumiyyətlə belə diqqət çəkən məqamı nədir ssenarinin? Həftəlik serial üçün temp çox aşağıdır mənə görə. Bir izləyici olaraq mən həmin anda serialı izləyə darıxıram. Yəni orada müddət də xronometraj da azdır və bu xronometrajda əslində hadisələr bir azca dinamik olsa elə düşünürəm ki, daha yaxşı olar. Mən bir tamaşaçı kimi öz fikrimi Yox, bildirirəm. əlbəttə ki, Orada yəqin ki, ssenaristin, rejissorun özünün düşüncələri var nəyisə, nəyə görə Mən də verdiyinə razıyam. görə. Mən sizdən tam razıyam. Baxın, biz bu işə girəndə mən bax ssenaristlər Səid Riyaddır, Anar Xəlilovdur. Tamam, Anar Xəlilovu hamı tanıyırdı, yəni komediyadan və yaxud da komediya janrında bir ssenari yazmaq və ya sketch show o birisi mi? Serialda İdman müəllimi obrazını canlandırır. Amma Səid Riyadla Anar Xəlilovun ilk Birgə işidir. birgə yox. Hər ikisinin ilk işidir bu ağır Serial. mövzuya girmək, dram Dram Hə, dram janrıdır var, sosial da. Mövzu əslində yaxşıdır, toxunulan məqamlar da orada var. Biz necədir? Mən sevirəm hamını. Biz nəyə görə? Tamam, ola bilər, bu uğurlu da ola bilər, uğurlu da olma bilməz, amma əminəm ki, Səid Riyad başda olmaq, Anar Xəlilovun artıq ikinci işi tam başqa fərqli olacaq. Çünki Təbii ki, yetişir insan işə. çəkəcəklər, artıq oturub düşünəcəklər, biləcəklər nə var, nə yox. Çünki hər ikisi qorxurdu ki, yox bizim məndən bacaracaqsan. Yəni bacararsınız, burada heç bir şey yoxdur, eləyəcəksiniz də, alınacaqdır da. Mən o şeylərin, o çox risklərin altına girdim. Bilirsiniz necədir? Mən adamı sevirəm. Mənim üçün şəxsiyyət önəmlidir. Demirəm, mənim üçün şəxsiyyət önəmlidir və sən bu sahənin adam deyilsən, sən yox, elə yox. Yəni ki, var axı bir şey. Bir şey varsa, içində varsa niyə də axı bir inkişafa doğru gəlməz? İdeya hardan yaranmışdı? Bax, mənə o da maraqlıdır. İdeya belə deyək, ideya əvvəllər artıq ideya təsdiq olunmuşdu. Məktəb illəri idi adı, Valih Əhmədovun idi. Məktəb, amma tam iç tam başqaydı. İç tam başqaydı. Sonra artıq biz oturduq ki, bunu artıq bizə veriləndən sonra müəyyən çünki Valih Əhmədov gündəlik seriala girdi və çatdırma bilmirdi və avtomatik olaraq barəli biz bu işi çatdırmalıydıq və çəkməliydik, təhvil verməliydik. Bir deadline deyilən bir şey var. Artıq biz yenidən buna bir nəfəs qatdıq, tutalım o qəhrəman götürdük, Ümidi qəhrəman götürdük, Ümidin ətrafında sinif yoldaşları götürdük və bu xətlə getdik və oturduq, düşündük, çox düşündük, yax tamam bu nə işlə məşğul olsun ki, bunun ki valideynlərin itirəndən sonra bir pul qazanmalıdır, necəsə pul qazanmalı, bunun bir ya fizik olmalı, ya kimik olmalı, kimlə bundan istifadə olunsa və gördüm ki, yenə gedirik narkomaniyaya, yenə gedirik o biri seriallara ki, orada narkota, burada narkota, orada ay kimisi öldürdülər, vurdular. Mən ondan qaçmaq istədim çünki artıq qorxurdum. Çünki qabağımda bölmə var. Bəli. Emil Quliyev var. Mən onun qarşısında baş əyirəm. Mən Emili çox sevirəm. Adamdır. Adamdan başqa sənətkardır və Emildən öyrənəsi çox şeylərimiz var. Baxmayaraq ki, yaşda məndən balacadır, baxmayaraq, amma çox şeylərimiz var. Emil və Emilin komandası mənim üçün başqa bir leveldir, yəni başqa bir şeydir. Mən ona baxıram, həzz alıram. Mən onunla işləyirəm, həzz alıram. Biz qardaş kimi, biz dost kimi yaxda bir qırılır. Sən məni öz çağırmısan oynamağa. Çağırırsan da sən oynama. Demək, yox da o adam bilir niyə eləyir. O adam bir gün, 2 gün qalmış baş obrazı dəyişir. Oturur evdə nə görür, nə fikirləşir, gedir ki, mən gəldim belə. Yəni o bölmə var. Ondan sonra da digər seriallarda çıxdı ki, məsəl üçün daha kriminallığa doğru getdim. Mən qorxdum, yox, qorxmadım. Sadəcə dedim, fərqli bir üslub. Gəl bunları yığışdıraq. Və Zema xanım Karovina dedi ki, gəlin bunu şahmatist eləyək. Və oradan götürdük və bu ideyayla çıxdıq yola. Ağır mövzudur. Tamam, biz şahmatdan nə qədər bilirik? Bildiyimiz nə qədərdir ki, kriminaldan bilə bilərik, tamam.
sevgi, məhəbbətdən də anlayışımız ola bilər. Başqa bir sosial mövzulardan da anlayışım, amma bu şahmatdır. Hər kafa üçün deyil də yəni. Və ona görə bir mütəxəssislərin azadla söhbət eləyir. Gedirəm, amma təkrar edirəm, o belə deyim, digərlərinə uduzmadıq. Yox, Yəni, uduzmaqdan və yaxud uğursuzluqdan danışmırıq. Sadəcə olaraq ümumiyyətlə işin gedişatından danışırıq. İstənilən iş ümumiyyətlə orada zəhmət varsa, o həmişə mənim nəzərimdə uğurludur. Yəni, orada zəhmət var, insanlar inkişaf edirsə, orada kəşflər varsa və mən rejissor üçün həmişə uğurlu iş onu hesab edirəm ki, əgər rejissor orada kimisə kəşf edə bilirsə, cəmiyyətə onu tanıtdıra bilirsə, bu rejissorun uğurudur. Serial tuta bilər, tutmaya bilər, uğur qazanlar, qazanmaz. O sualı mənə verdilər, mənə dedilər ki, bəs necə olacaq, yaxşı, bu oynama, mən dedim ki, baxın uşaqlar, əgər bu uğur qazansa, bu personaj, bu mənim uğurumdur. Əgər bunun sabah, bax orada Hüseyin var, xalam oğlunu oynayan var, Hüseyin. Onu o qədər sevirlər, onu o qədər Koloritli obrazdır. Belə çox təbiidir də, çox realistikdir. O da ona görə mən deyirəm ki, bax, indi sən realistik oynayırsan, çünki sən bu birinci işindir, nəyin varsa odur. Tamaşa səni çox tanımır. Sənin ikinci və üçüncü işlərində sən ağır olacaq. Artıq bundan çıxmalı olacaqsan. Çıxmalı olmalı, bilməlisən də çıxacaqsan da çıxmalısan, məcburən çıxmalısan, yoxsa sən gedəcəksən təkrarçılığa. Ona görə də onu götürmüşəm belə, artıq cəmiyyət üçün və yaxud da kino üçün mən onu yetişdirəcəm. Çünki mən onu buraxan deyiləm, çünki öz səhvlərimi onun üzərində düzəldəcəm. Ki, qoy bu harayla getmək lazımdır, orayla getsin. Çünki indi ondan dəvət də olacaq ki, istifadə və ona heç bir zadaşı da verilməyəcək. Belə oynar, belə təbiidir, yox, elə olmayacaq. Yəni, belə deyim, Hüseyinə kim istəsə, hara baxın, qarşımda beni bulur. Vüsal, sadəcə mən belə düşünürəm ki, mövzu bəli, çox aktual mövzudur, çox işlənməli mövzudur. Bir insan olaraq, rejissor olaraq nə qədər ki səni tanıyıram, sənin enerjini bilirəm ki, nə qədər çılğın, dəlisov, belə pozitiv bir enerjin var. O enerjinin yansımasını mən görmədim. Biraz məni bu qane etmədi. Çünki rejissor öz enerjisini ötürür. Tamam. Razıyam. Görüm. Olmadı. Müəyyən şeylərdə olmadı. Olmadı deməyək, 100% tamam olmadı. Biz necədir? Mən çox problemli rejissoram. Əgər mənə rejissor deyə bilər olarsa, yəni mən rejissoramsa. Niyə problemlisən? Niyə özünə belə deyirsən? Çünki həqiqi problemli. Nədir problemi? Mənimlə çox adam işləyə bilmir. Bu bir. Mənim temperat ritmimə düşən bilən adam, yəni ki, mənimlə işləmək üçün mənim kimi başdan xarablar lazımdır. Mənim kimi çılğın və mənim kimi biz necədir? Yəni 24 saat mənlə sən nə yeyirsən? Deyirəm, heç nə yemirəm, salacaq. Mən bütün ağrımı, acımı buradan alıram. Mən onu demək istəyirəm. Mənim ağrı, baxın, böyük bir problem varsa, monitorun qarşısına keçirsənsə fərqi yoxdur. Aktör kimi onu mən eləyə bilmirəm, alınmır məndə, amma rejissor kimi mən əgər monitoru keçirəmsə arxasına və yaxud da ki, orada mən oluram tam başqa, orada bütün dərs sərlərimi unuduram. Ay, burada nə problem var idi, övladım orada, mən burada, yəni hər şey getdi, yəni mən bütün o enerjini verirəm ora. Və setdə mən ən böyük problem odur ki, mən hər şeyi eşidirəm. Eşitdiyim şey budur ki, yəni ki, baxıram, görürəm, deyirəm, mənə ərdən elə gəlir ki, bu işi bunlar elə-belə gəliblər, pul qazanmaq, amma fikirəm, hə də pul qazanmağa gəliblər də. Yox, bütün sferalarda hamı pul qazanmaq üçün işləyir. Tamam, amma mən istəyirəm ki, mən qoyduğumun o bütün o enerjini bunlar da qoyur. Əlbəttə ki, onu görüm, əsəbləşirəm və mənə başlayır, mənə kobudluq, rəssama, ay Vüsal, sən nə qədər danışırsan, dedim, mənə niyə tez olundu, tez eləyir. Mən Barama serialında görmüşəm, sən necə işləyirsən, görmüşəm. Barama serial mənim birinci. O Barama heç nədən yaranan belə çox çətin dövrlərdə çəkilən bir serial idi və kifayət qədər uğurlu oldu və oradakı Vüsalın enerjisi ilə buradakı Vüsalın enerjisi o deyil. Ola bilər, məsəl üçün, janr söhbəti də var. Ola bilər ki, məsəl üçün, mənim deyil idi, hiss eləmədim tam onu. Başa düşdünüz? Məsələn, birinci seriyada mən onu hiss elədim. Birinci seriyada getdi ki, 3 sonra
artıq qəhrəmanla vaxtın yoxdur işləməyə və ala bilmirsən, biraz soyuyursan, amma yenə də Davam etmək davam məcburiyyətindəsən. etmək məcburiyyətindəsən. Mənim motivasyonlu filmlər deməli mənlik deyil. Yəni rejissor yaxından söhbət gedir. Bu daha bolее motivasyonlu və baha spartiyanlı filmdir, idman filmidir. Mən buna belə baxırdım. Amma bu məsəl üçün mən deyərdim belə, əgər bu boks olsaydı və yaxud da ki bu güləş olsaydı və yaxud da ki başqa bir nə bilim futbol olsaydı, tenis olsaydı, aradakı dinamika var. Sənin öz temporitmin. Hə, mənim temporitmə uyğun olaraq mən bunu gedərdim, aparardım sona qədər, yəni ki. Çünki mən şahmatı bilmirəm çox, oynayıram. Amma mən o kafanın sahibi deyiləm ki, mən oturum, sən gərək, o sənə kimsə danışır, bunu elməyə, biraz çatır, biraz çatmır, biraz çətin əziyyət çəkirsən, bu nədir, o nədir? Bir də var ki, bilmirəm, ola bilsin ki, ruhuma hopmadı, tam hopmadı, amma bu da bir dərsdir. Təbii ki. Necə ki, var, Hər bölümünüz dərs kimi başlayır. Bir-iki dənə. Bilmirəm, amma biz sizcə bu dərs deyəndə ki var, mən uca 50 yaşım olur birazdan. Bu dərs elə mən elə orada da rejissor kimi belə bu nə qədər bir sabah öldü ya. Həyat imtahandır. Bildim mi? Bir dəfə heç olmasa bir dəfə произведение olsun, yaxşı bir произведение olsa bu belə oturum deyim, hə, biz necədir burada? Yenilikcə Akinakın təqdimatı oldu. Orada da çox maraqlı bir personajın var idi, Kobar, cadugar. Və mən bir tamaşaçı olaraq onu deyim. İlk öncə səni təbrik edirəm. Çox uğurlu oyundu. Həmin filmdə bəyəndiyim 2 personaj var idi. Bir sizin canlandırdığınız, bir də Həcər Ağayeva. Yerdə qalan çox təəssüf. Of, mən getmədim, yəni olmadım təqdimatda, baxa bilmədim. İzləyə bilmədim. Çünki son vaxtlar ümumiyyətlə yerlərdən qaçıram, bu bir. İstəmirəm. Yəni belə də yəni giyin get. Biraz şey gəlir. Bəs nə yaxşı bura gəlmisən? Siz mənə ürəklərimsiniz. Ah, dedi, nəhayət dedi. Mən sizi çox istəyirəm, mən bunu xahiş eləmişəm, birincisi, mən gəlim danışım. İkincisi qardaş, bacayır söhbətlər. Təbii, çox sağ ol. Akinak Elxanla işləməyə mənim üçün böyük bir fəxr idi və şans idi. Mən Elxan mənim çox istəyirəm. Mən arada deyirəm ki, nə olar? Onda olan təmkin və səbr məndə olar. Onda belə rahat danışmaq məndə olar. Deyirəm, ay Allah, dünyanın ən xoşbəxt insandır. Nə olar? Sən adamsan, ay Vüsal, ona baxırsan, özü bir analiz olsan. Adam, bax necə işləyir, öyrən də necə işləyirlər, adam necə işləyir, bax, oyun rahat, hə, gəl bura, hə. Bura gəl. Bura gələndə artıq aktyor qorxur, gəl bura. Bildiyini də unudub gəlir. Ondan sonra şeydir, Hüseyin deyir, ay Vüsal, qaqaş, eləmədi, elədir. Sən, mən onu eləmək istəyirəm, elə gəlirsən, o da yaddan çıxıram, yaxşı gələm. Akinak, proseslərdə oldu, çəkilişlərdə olduq, oradaydım zaten, belə birinci çəkiliş bizlə başladı. Nə deyim? Uğurlu olsun deyək. Hə, uğurlu olsun deyək, mən İlxan mənim təbrik edirəm. Sabir, nəyi soruşmaq istəyirəm sizdən? Bir aktyor kimi biz sizi çox da görmürük. Yəni bir tilovda gördük ən son və bir də bölmədə qısa bir epizodik rolda. Bu nəyə bağlıdır? Yəni rejissorlar mı sizi görmürlər bir aktyor kimi, yoxsa bu sizin şəxsi istəyiniz olur? Gəlin belə tam səmimi söhbət edeyim. Ümumiyyətlə bir keçəl adam nə qədər mənfi obraz oynaya bilər və nə qədər dəyişilə bilər. Və İstənilən qədər. Biz o qədər də geni deyilik. İstənilən qədər dəyişilək də. Yox, mən razı deyiləm o fikirlə. Müəyyən şeylər var da, yəni baxın. Maraqlı ssenari olanda niyə də olmasın? Yox, maraqlı karakter olanda yox, niyə də məsəl üçün olmasın? Kobara mən yaraz, bax. Kobar tam sənin əyninə biçilmiş rol Emil idi. Quliyev bölməni çəkirdi. Dəvət elədi ki, Vüsal burada polis. Sonra Kobar söhbət. Yox, orada hansı mənfi obraz, yadına deyil desən, hansı bir mənfi obraz idi. Gəldi Kobar çıxdı.
Baxdım, gördüm, hə, zloydu, zlodeydi, amma interesli bir şeydir, yəni. Maraqlıdır, Hə, maraqlıdır, hə, biraz oynaya bilərəm, belə. Marağım ona daha çox idi, ona görə mən Elxanla razılaşdım və Elxanla yola çıxdım. Bilmirəm, məndə də problem var, məndə də problem, məsəl üçün, bax, mən çox problemli adamım. Yox, nəyə görə? Deyim. Bu da problemi özün. Yox, deyim nəyə görə də. Çünki bilmirəm, baxın, mən istəyirəm ki, oynayım. Dayanmadan oynayım. Fərqi yoxdur. Oynayım mənfi obrazı, amma mənfi kimdir? Yox, niyə ki mənfi? Axı bu sima tək mənfi üçün yararlı. Mən elə gəlir ki, yox, mən o sima, bax, şeyin filmində, bu Elmar Bayramovun filmində. Nəfəsdə tamam başqa idi. Nəfəsdə mən çox əziyyət çəkdim. Nə məndə? Mən bu birinci kərə idi, baş rol idi. Tək mən idim, heç kəs yox idi və sözsüz idi. Çox ağır rol idi, çox dramatik. Bilmirəm nə dərəcə öhdəsindən gəldim və ya gəlmədim. Faiz qədər yaxşı idi məncə. Onu deyə bilmərəm, amma nəsə çatmırdı. Sonra oturub baxırsan, nəsə çatmır. Baxıram, ay, sən niyə danışırsan, danışma. Danışmayardım. Da başlamışıqsa danışılmağa, bunu iç səsi versək daha yaxşı olardı, danışmayardım. Niyə axı da, mən danışmazdım, axı meşədə gəzə-gəzə. Əgər bir təması varsa, danışa bilərəm, ağacla təması varsa, danışa bilərəm, bir daşla bir təması varsa, danışa bilərəm, bir su ilə təması varsa, danışa bilərəm. Ömür boyu həmişə o filmlər var, ağacla danışan adam deyirəm həmişə. Divanım, mən onlara həmişə lağ edirəm, necə lağ edirəm, yəni kafamız getməsin də, rahat olaq. Yaxşı, getməyin o tərəfə, normal, cəmiyyət. Amma istəyərəm, əlbəttə ki, istəyərəm bir atanı oynayım. Niyə də yox. İstəyərəm bir, nə bilim, hərbiçini oynayım, çox istəyərəm. Hərbiçi person. Orxan Mərdana bir gün nəsə film çəkmək istəyirdim. Orxan, mənə komandiri ver oynayım. Maraqlı olar. Deyirəm, son nəsə olardı, nəsə qaldı. Biz bir şey istəyirəmsə, mən onu xahiş edirəm. Bir şey istəyirəmsə, mən utanmadan onu xahiş edirəm. Deyirəm ki, məsəl üçün, bax, Ramil Nəbiyev var, mənim dostum. Rejissordur. Yəni, dostlardan söhbət gedir. Emil Quliyevdir. Deyirəm, bir dənə get, yəni, sən necə olur ya, bəs, belə olur. Mən keçələm, nə ya, bəs mən olur. А я что, лысый, что ли? Bu, məsəl üçün, çox var içərdə. Yəni, adam da ki, yaşlaşdıqca da, mən əminliklə bir şey deyə bilərəm. Əminliklə deyərəm. Bax, imzasını da ataram. Bilməm, yekə başlıq çıxar, yox, demirəm. Deyil. Fiziki tərəfdən, istər Vunoslovis tərəfdən, aktyor kimi meydançada, kaprissiz, hara gəldi, necə gəldi, hətta risklərə girmək istəyən, silahı çox sevirəm, həddindən artıq çox sevirəm, silahdan doğru istifadə eləməyim, o birisi, bu birisi, bu. Yox, biraz yekə başlı çıxar. Nəsə, mən bunları biraz bacarıram da. Vüsal bəy, gəlin bir balaca sizi tamaşaçılara fərqli bir tərəfdən tanıdaq. Buyurun. Sevgi sizin üçün nədir? Sevgi nədir? Sevgi kainatdır. Yəni, bizdə adətən necə olur? Sevgi ilə istəki qarışdırırlar. Sevgi ayrı şeydir. Sevgi, siz adam... Yox, yaşamaq mümkün deyil. Əgər sevə bilirsənsə, söhbət gedir, sevmədən söhbət edir, sevirsənsə. Məqamda sevə bilmək. Sevə bilmək. Sevgi çox böyük şeydir. Sevgi biz nədir? İradədir, sevgi gücdür. Sevgi... Anar Nağılbazın bir sözləri var idi. Verin külüngü yarım dağları. Ora kimi gətirən bir şeydir. Sevgi o qədər güc verir ki, sən qarşında duran bütün maniyələri, bütün hədəfləri yalnız o sevgiyə görə aşa bilərsən.
aşırsan. Yəni o onu gücü verir. Ən son sevgiyə görə etmərəm dediyiniz nəyi etmisiniz? Yəni Fərqi yoxdur nəyə sevgidən söhbət gedir. Ümumilikdə nəyəsə olan sevginizə görə heç vaxt etmərəm dediyiniz nəyi etdiniz? çox pislik eləmişəm. Pisliyi özünüzə etmisiniz ya kiməsə? Biz necədir? Mənə gəlir ki, başqasına etmişəm. Mən çünki biz necədir? Bir adam gərək mən xoşbəxt insanam. Söhbət ondan getmir. Həqiqi xoşbəxt insanam. Mən biz nəyə görə xoşbəxt insanam? Mən sevgimə olduğunu bilirəm deyə. Ona görə onu xoşbəxt insanam. O çox mükəmməl bir şeydir. Sadəcə olaraq biraz Çox düşündü. Yox, düşünmədim. Arzuları məhv eləmişəm, başa düşürsünüz. Mən ümidlərimi məhv etmişəm, bilmirəm. Mən nədənsə bizi sevən insanları çox dəyərləndirmirik. Zamanında dəyər vermirik yəqin ki. Hə. O zaman ötür sonra anlayırsan hər şeyi zaten. O da hamı biz nəyin? Qədrini bilmirik. Nüansıdır və yaxud da ki, nöqsanı mı deyim? Bir şey deyə biləcəm. Sevmədən dərk edənə qədər ki, sən həqiqətən sevirsən, sən həqiqətən də sevgi budur. Əmin olmadan böyük yola çıxmayın. Bu qədər. Çünki o böyük yolda o yoxdursa, Getmək olmur. bir dənə cığır görən kimi gedəcəksən bu yan tərəfə. Ki onu orada hiss elədin ha, ora gedəcəksən. Sən bədbaxt elədin ha. Biz necədir? Parazit adamam. Aha. Amma biz mən nə olmaq istəyirəm? Səbnə, sən mi deyim? Mən yaxşı at olmaq istəyirəm. Övladlarım var, Allah saxlasın. Mən hər ikisinə fəxr edirəm. Mən yaxşı qardaş olmaq istəyirəm. Aha. Yaxşı oğul olmaq istəyirəm. Yaxşı ər olmaq istəyirəm. Yaxşı dost olmaq istəyirəm. Yaxşı, bunları istəyirsən, nə qədər cəhd göstərmisən ki, bugün deyirsən ki, olmaq istəyirəm? İstəyirəm də, daha 50 yaşdır. Mənə biz nə qədər adam mənim bu uğurumu gözləyir və yaxud da ki, haçan yaxşı olacaq. Gəlirsən, çatırsan 50-yə, özün keyf əhlisən də. Sənət. Orası, burası, işləmək. Amma aylarsan görürsən ki, düzgün yolda deyilsən. Nə sənət, sənət nədir? Mənə sual versələr ki, ailə yoxsa sənət? Aha, maraqlı sual. Mən sənət, ailə önəmlidir. İndi bu yaşda Vüsal. Mənə sual versələr ki, mənə bir geri dönüş etsələr ki, Vüsal, sən bura gələrsənmi, yoxsa hərbiçi mi olardın? Mənim ki arzum var idi. Mən kaş ki hərbiçi olardım. Vallahi mən indi ya general idim, ya da şəhid. Peşmançılıq var sanki bu sənətdə olmaqla. Çox. Biz Bu niyə? peşmançılıq nə ilə bağlıdır? Deyim niyə də, biz necə də uğur deyilən bir şey var. Mən demirəm ki, mən zəifəm və yaxud ki, onu heç kim deyə bilməz və mən o aktyor da deyirəm ki, oturum deyim ki, filan aktyor zəif aktyordur, filan rejissor zəif rejissordur, filan kəs düz oynamır, filan kəs düz çəkmir, yoxdur elə bir düşüncə, yoxdur elə bir kafa. Heç kim Kənan Əmimə deyə bilməz ki, sən səhv çəkirsən. Əlbəttə. Birinci Kənan Əmimin ürəyi boyda ürəkləri olsun, hamını. Ondan sonra gələk oturaq bir söhbət eləyərik. Vallahi deyirəm. Vallahi deyirəm. Onu qoyduq bir kənara.
Yox, da istəmirəm. Mən yox da, yəni ki bu düzgün yol deyil mənim üçün bu. Çətinliklərinə görə. Çətinliklərinə görə yox, bu nədir axı? Bu nədir? Ya Mən bu camiəni sevmirəm. Mənim bu camiədən o qədər dostlarımı görmüşəm. Və eyni zamanda da itirmişəm. Və eyni zamanda da sevdiklərimi, güvəndiklərimə çiyin bağlayaraq onlardan da belə baxmışam. Əlbəttə ki, onlar da eynisini bəlkə də mənim haqqımda deyə bilərlər. Heç problem yoxdur. Əla. Mənim aktyorlardan heç kimi dostluğuma, həndəvarıma buraxmıram. Buraxmayacam da. Bu küskünlük nədən irəli gəlir? Bu küskünlük nədən irəli gəlir deyil. Bu küskünlük məndə biz necədir? Mən belə deyim. Ya olduğun kimi qal. Ya da ümumiyyətlə olma. Olduğun kimi qal. Zamanla dəyişən insanları sevmirsiniz. Baxın, deyə bilmərəm ha, baxın. Mənim burada döyməm var. Heç vaxt demə. Onda elə belə yazmamışam. Mən o sözdən qorxuram ki, mən bunu heç vaxt etmərəm deyə. Mənə həyat elə bir dənə gəlib elə bir mühitə sala bilər ki, mən onunla 5 bətərini eləyə bilərəm, zaten eləmişəm. Və sonra oturub fikirləşmirəm, axı sən nə oldu bəs deyirdin, belədir, indi sən özün eləyirsən bunu. Bunun adı həyatdır. Bunun adı həyatdır, amma onu da düzgün yaşayaq. Biz nə istəyirəm, mənim çox istəyirəm ki, mən rəvandır. Məsəl üçün, balaca oğlumla da böyüyümün adı Hacıdır. Hacı gəldi ki, mən gedirəm əskərliyə, hansı ki, eynisi mən atama demişdim. Dedim, get. Getdi. Getdi, çatdı. 2000 səhv eləmirəmsə, 22-də qısas əməliyyatında iştirak elədi. Medal da aldı. Amma heç nə deməmişəm, mən yox. ehtiyac da yox da. Çünki vətən üçün gedibdi. Mən həmin o 6 günü yatmadım. Mən həmin o 6 günü yatmadım. Bir valideyn kimi. Həmin 6 günü o zaman mən ASV-də işləyirdim. Kimlərdən xahiş edirəm ki, mənə bir dənə çıxış verin, görüm hardadır, necədir. Yatmadım. Mən evdə otururdum, şəhid spisi sıxırdım. Bilirdim, müharibə deyil, amma əməliyyatdır. Mən otururdum, mən onda anlayırdım ki, içimdəki vətənpərvərlik hissi belə oldu. Belə oldu. Mövzu evlad olanda. Belə olur. Biz niyə? Səmimi deyəcəm. Vətən mənim üçün önəmlidir. Amma evlad mənə daha önəmlidir. Əlbəttə canının bir parçasıdır. Övlad mənimdir. Mən də canım qurban vətənə deyə bilərəm ki, deyirəm. Övladım da. Amma mən orada biraz o vətənpərvərlik, o ruh biraz belə oldu. Və qaldın, dedin ki, yox ya. Amma o vətənpərvərlik hissini də övlada ötürən ata sənsən. O qalmaq istədi, mən qoymadım. O hadisələrdən sonra dedim ki, yox. Gəl, lazım deyil. Lazım olsaydı mən olardım. Amma mən istəmişəm hərbiçi. O buradan keçibdi, amma indi fikirləşəm, bəlkə uşağın arzusunu əlindən aldım deyə bilmərəm. Ola bilər aldım. Amma çox qorxdum da. İndi biraz pis çıxmasın, bu sözdən də söz eləməsinlər. Vətən, övlad, yazacaqlar 100%. Qoy yazsınlar. Düzün deyək də. Amma çox səmimi etiraf edirsən, çox səmimi hisslər var. Mən özüm 3 il hərbi xidmətdə olmuşam. Hər bir valideynin keçirəcəyi qardaşlarım da hərbi xidmətlərdə olub. Yox, hər bir valideyn o hissi keçirər. Yəni hamımız deyirik vətən sağ olsun, amma mövzu övlad olanda heç kim o sözün önündə demir. Bəli, bütün şəhidlərimizə hər kəs deyir ki, övladım sonra versin. Bəli. Amin. Vüsal bəy, sizi xoşbəxt eləmək asandırmı? Məni
Bəli. Nə ilə xoşbəxt olan adamsınız? Övladlarım gülürsə, heç bir problemləri yoxdursa, həyat yoldaşım gülürsə, heç bir problemim yoxdursa, anam məni rayona gedəndə gülərək qarşılayırsa, qardaşım gülərək qarşılayırsa və hamını ayaq üstə sağlam görürəmsə, ata yurdumdan, atam getdi, tez getdi. Allah rəhmət eləsin. eləsin. O bağdan bir ərikdən, şaftaldan yeyirsən, hamı baxır belə yaxşı. Hamı xoşbəxtdirsə, Vüsal da onda Bəli, xoşbəxt. hamı xoşbəxtsə, mən xoşbəxtəm. Yox. Hamı xoşbəxt deyilsə və mən bilirəmsə, məsəl üçün, kimdəsə bir problem var, məndə başqa cür olur. Ola bilmirəm. Mən indi xoşbəxtəm ki, mənim 2 övladım var, başqa işlə mən xoşbəxt eləmir zaten bu həyatda. Sənətmi? Yox, eləmir. Sənət deməzdim, mən sənət haqqında mən bilməm nə qədər danışa bilərəm. Axı mən özümə, öz kritikimə, mən özümü çox tənqidçiyəm. Mən heç kimi günahlandırmıram. Mənim hər bir addımımda bir səhv olursa, o mənim səhvimdir. Səhv demişkən, əgər belə karyeranıza baxsaq, Vüsal Hacıqadirin karyerası televiziya həyatı ilə daha çoxdur. Daha çox yadda qalan layihələrdir. Buradan irəli gəlirmi ki, Vüsal özünü aktyor kimi daha çox yükləmədi, daha çox təsdiq etməyə çalışmadı. Yəni televiziyada daha çox önəm verdi. Yəni bu daha çox maneə yaratmış ola bilər. Baxın, televiziya çox maraqlı bir şeydir. Yəni mən televiziyanı da oxumuşam da. Eyni şeydir, eyni. Mən sağ olsun Vodakorev mənə bir şans verdi. Mən televiziya ASTV-də işləyirdim, zaten Rövşən müəllimlə işləyirdim. Rövşən müəllimlə bir dəfə görüşmüşük. Yəni ben Ziya ilə bir yerdə getdik ora, bir xeyli işlər gördük. Pis işlər də görmürdük, televiziya məhsulunu verirdik dövlət kanalına. Yaxşı da layihələr idi. Hə, sonra ki Vado müəllim ki artıq vəzifəyə təyin olundu, biz getdik ora. Mən orada evdəydim. Ora mənim üçün ev idi. Yəni ki, nə mənada rahat idim. Orada patron və yaxud da işçi söhbəti yox idi. Yəni ki, biz o qədər yaradıcı mühit. Yaradıcı mühit idi, bəli və həqiqətən də adamın göydə 8-dən 3-ə qədər qaldırmaq telekanalı, yəni bu kanal o da bir əziyyətdir, o da bir sistemdir, o da kanalın çox kritik dövrü idi. Bəli, kritik dövrü gəldi işləri və mənim üçün bu maraqlı oldu. Biraz getdim, sonra qərar verdim, bəlkə özümü televiziyaya həsr edim. Çünki mən gördüm ki, burada məni daha çox sevirlər. Və yaxud da ki, mən burada daha rahatam. Biraz kinolardan biraz kənarlaşdım. Ümumiyyətlə Dönənlər filmindən sonra mən iyrəndim. Əgər tam səmimi bilmək istəyirsiniz. Səbəb nə oldu? Səbəb oydu ki, o film mən o filmi bilmirəm tamaşaçı nə qədər sevir, sevmir. Remake-də də çəkmişik. O zaten bəllidir ki. Çünki onun içində pərdə arxası o qədər söz-söhbət oldu. Mən bu günə qədər onu heç kimə bağışlamıram. Bağışlamayacağam da. İntriqalar çox oldu. İntriqalar çox oldu. Sonda hardasa məni də günahkar çıxartdılar. Biz necədir? Mən heç yerdə deməmişəm bunu. Mən hamıdan söhbət getmir ha. Yəni 2-3 nəfər çıxmaq şərti ilə. Mən orada ən əziz insanı itirdim. O boyda skandalın içində, hansı ki Günay Əhmədi. Bir dəfə etiraf etmişdin amma mən bir də etiraf eləmək istəyirəm. Yəni mən tam səmimi deyəcəm. Yəni burada biz necədir? Bir adam ki, mən o adamı bilirəm, yaxşı adamdır və mən adamı çox istəyirəm. Onu itirməkdən çox qorxuram. Və onun yanına gedib onun əlindən öpməyi və qucaqlamağı və üzr istəməyi bacara bilən bir adamam. Mən orada eqonu fikirləşət eləmirəm. Mən bunu Günaya da eləmişəm, mən bunu başqalarına da eləmişəm. Oldu da, yəni oldu. Bu da mənim bir səhvimdir. Mənə lazım deyil o qırmızı kovyor. Mənə lazım deyil bu film Udaşın olsun. Mənə fərqli deyil bu film Kassovoy olsun. Bəs mən orada kim olub çıxıram? Kiməm mən orada? Ondan sonra biraz qırıldım, ondan biraz sındım, ondan sonra biraz əyləşdim, oturdum, fikirləşdim, bəlkə uzaqlaşaq. Neyəm? Film nədir? İstəmirəm mən film. Belə qəti keçidlərdən danışırsan, buna görə belə oldu, buna görə elə oldu. Qəti keçid deyil, yəni. Yəni məncə insan öz yolundan dönməməlidir heç kimə görə, heç nəyə görə. Yox, dönmək söhbəti yaxşı belə deyək, ara verdik. Yəni biraz buraxdıq. Ola bilər. Biraz zamana buraxdıq.
Biraz zamana buraxdıq ki, niyə ki indi maşallah indi hər şey əladır, sektor. Kimdirsə ki, serial yoxdur, seriallar da üstündə gedir, yaxşı. Seriallar var, inkişaf gedir, düzdür, zəif ola Cavanlardan bilər. da var, Elvinimiz var. Bəli. Qulu Əsgərov. Qul Əsgərovumuz var. Emil Qulliyevin var, kanalımız var. Mən o digər narazı olan rejissor, mən bir gün mən işlərini çəkilmirəm, adını da çəkə bilərəm. Mən Cavid Təfəkkürlü çox istəyirəm. Allah çox istəyirəm. Mən onunla bərabər də işləmişəm də. Mən onun kafasına bələdəm, onun ruhuna da bələdəm. Cavid müəllimi salamlayırıq. Bizim Salamlayırıq. qonağımız da olmuşdu. Axı müəyyən şeylər var axı, sən biz bu haqda arzulayanda bu artıq səndə var idi. Biz o qapıdan içəri keçməyə arzulayan zamanı sən o qapıda oturmuşdun. Kimdir günahkar? Cəmiyyətmi? Kino cəmiyyətimi? Yox. Biz günahkar. Özüdür günahkar. Özüməm günahkar. Nə olar biraz toparlanaq deyin ki, güzgəyə baxın, mənəm günahkar. Bir şey məsləhət vermək istəyirsənsə, çək, göstər, ortaya qoy, məsləhət ver. Amma bəzən Tamam, mən bunu necə çəkim? Aha, necə çəkim? Necə çəkim? Necə çəkirsiniz qızlar? Necə çəkirik? Necə çəkirsiniz? Necə Əlimizdə olan imkanlarla çəkirik. Öpürəm sizin əllərinizdən. Necə başlamışsınız? O telefonla başlamışsınız. Mənim yadımda da. Təşəkkür. İndi hardasınız? Biz Təşəkkür. nəyə görə istək var, dayanmadınız, getdiniz. Dostlar var. Və düzgün qiymətləndirdiniz hər şeyi. Bəli. Həyatda hər şeyi düzgün dəyərləndirmək lazımdır. Allah hər bir insana şans verir. Bəlkə o şanslar mənə də verir. Hardasa buraxmışam, yadıma düşmür. Yox, insanıq, səhv edə bilərik. Hamına şans verib. Şansı qaçıra da bilərik. Bəli, mən Cavidi çox istəyirəm. Mən o biraz pis çıxmasın, Cavid haqqında pis şey danışmadım. Mən bizdən yəni yazarlar belə. Cavidin özünün xəttinə deyəcək 100%. Sual yazacaq mən bilirəm. Yox, məncə xarakter məsələsidir. Nə demək şey yazmışdı keçən səfər? Salamlayıram. Yazıb Akinak paylaşmışam postu və yazıb nə deyir? Sonra sildim. Sonra şəxsiyə yaz da, şəxsiyə yaz. Zəng elə. Əzizim, zəng elə. Dinən ki, Vüsal, bəsdir də. Mən dedim, bağışla maestro. Üzürlü say. Etməliydim, etdim. Bu başqa şeydir. Sizin məqsədiniz nədir? Yox, belə ironik, amma Amalınız nədir? amacınız mı, amalı nəsə, biz belə şeyinçə mən dedim ki, səninlə. Yəni bu filmi çəkməkdə Səninlə. Bir xeyirli olsun yəni. Sən mənim də yaxşı tanımamısan. Dedim, yox, onda mən səni yaxşı tanımamışam da. Yəni sən məni. Bəli, mən səni yaxşı tanımamışam. Gördüm ki, bu uzanacaq. Mən də kafa o kafa deyil. Məncə ünvanı düz seçməyib Cavid bəy, mən düşünürəm. Mənim də kafam o kafa. Vüsal Hacı Qədir sadəcə orada bir rolun ifaçısıdır. Layihənin uğurlu olub olmamağının günahkarı Vüsal Hacı Qədir deyil. Yəni mən çox istəyirəm o adamı. Mən ümumiyyətlə sənət dəli adamları çox sevirəm. Sənətin. Özün kimi. Öz xarakterin kimi. Amma mən sənə bir dənə söz deyim. Mən necə gəldim düşdüm bura, mən bilmirəm bu sənətə. Gül kimi hərbiçi olardım mən. Bayaq dedin ki, yaxşı ki olmamışam. Bu qədər hərdən xəyal olma. Yox, oğlumu qoymamışam, o ayrı şeydir. Amma özüm istəyirəm ki, kaş olardı. Amma kino sahəsi də belə bir ki, biz döyüşçülərik də, sən belə düşün. Haçan ay və hara qədər? Bəli, bizdə vəziyyət belədir. Hər zaman hərbi vəziyyətdir. Hər an hər şey ola bilər. Biz hazır olmalıyıq. Baxın, bir ömür gedir. Təəssüf ki, bəli, zamanı saxlaya bilmirik. Mən yaşda olan, 30 yaşım olan olmuşdu, mən 40-a çox var, hər şeyi həll edəcəm. Amma eyni hissləri mən də yaşayıram. Misal, eyni hissləri mən də keçirirəm. Onun da günahkarı mənəm. Mən niyə? Yox, gəl günahkar axtarmayaq məncə. Nəticə çıxaraq. Nəticə çıxaraq. Bir şey olsaydı mən belə elərdim. Ola bilər, yox, ola bilər. Yox, gəl belə düşünək də. Ola bilər ki, biz 20-30 ildə etmədiyimizi bir ildə də edə bilərik. Mən özümü buna proqramlayıram və düşünürəm ki, bu doğru yoldur. O mənə motivasiya verir. Mən indi bilsinə istəyirəm.
tam səmimi deyirəm. Artıq hərbi işlərində keçmişəm. Mən bir sənə spokojno bir həyat istəyirəm. Qalx da bir ferma kimi belə. Rancho tipli ağızda siqaram belə. Bu da artıq rejissor kimi düşünür. Bir tane qoyun orada, qarğıda sahəsi orada. Tütün orada belə baxır. Biz qonaq gələrik. Gələsiz, siz oradan bir dənə davar qoyundan keçin. Rahat taxtadan ev, ailəm onun içində həyat yollar. Çox. Ömrünün axırına kimi bir də zəng olur. Ha Michael, biz sizi istəyirik filmdə çəkməyi. Ha, pajalsa, gəlim hobbi kimi çəkilim gəlim. İstəmirəm mən bunu. Çox gözəl arzudur inşallah. İnşallah ki arzunuza çatasınız. Yəni yaxşıdır. Vüsal bəy, Yaxşıdır. 10 il əvvəlki Vüsal Hacı Qadirə nə demək istəyərdiniz? Şimdi sənin başı var. Vay. Yox. Bu qədər sərt olma məncə. Yox, bu qədər sərt olma. Yox, olmalısan. Sən sərt olmalısan. Sən adam elə bir şeydir ki, adam həmişə özünü kontrolda saxlamalı. Yox, təbii ki, kontrolda saxlamalıdır. Yəni o demək deyil ya, sabah mən ağlım yox. Yox. Bax. Axı bax fəxr eləsin nəyim var, övladlarım var. Ondan böyük nemət nə olsun həyatda? Heç nə. Məncə çox Doğru. özünü tənqid edən insansan. Allahın insana çox. verdiyi ən böyük nemət. Övladlarım məndən nə qədər fəxr edir? Mənə hədiyyə bilərlər. O artıq onların Mən bilirəm, biləcəyi. axı o deyil. Səbəbləri var. Mən bu andıra qalmış sənəti ki, sənətini deyim. O sənətlə məşğulam ki, hansı ki bizdə yoxdur. Yox, bu qədər də sərt danışma. Yox, bu qədər də sərt danışma. Sərt ol, Yəni o məndə yəni biraz zarafat, tamam. 5 dəqiqəyə yekunlaşırıq, Yoxdur pozitivə da, yoxdur. kökləyək. Mən onu bilirəm ki, 50 yaşa qədər, 50 yaş 2048 oldu. Çox yaşdan danışırsan, yəni. Yox, mən istəmirəm. Mən qocalıram bu sahədən. Mən istəyirəm simpatik, xarizmatik tip olaraq qalım. Amma bu istəmirəm mən. Zamanı idarə edə bilmirik. Amma istəklərimizi, arzularımızı idarə edə Kimdə mən bilərik. idarə eləsin? Qoy mən zamanı idarə eləyim. Nətərdir sən Allah. Çox qəşəng. Zarafat bir tərəfə, sənin toxunduğun məqamlar, yəni qeyd elədiyin məqamlar hər birimizə aiddir. Eyni hissləri mən də keçirdirəm, amma yenə də deyirəm, pozitiv düşüncəni və özgüvəni heç vaxt Mənə özgüvənim olmasa, mənə heç vaxt ayaq üstə dayana bilmərəm. bəli. Mən sadəcə olaraq həmişə tank kimi gedirəm. Çox özünə tənqidi yanaşırsan. Elə olmalı Çox, ya. çox, həddindən artıq çox. Özünü tənqid yaxşıdır, paralelində gərək insan özünü də inkişaf elətdirsin. Müəyyən şeylər doğrudur, mən sizdən razıyam. Çox qapanmış bir insanam mən. Özümə çox mən oradan danışıram, deyirəm, qapanmışam. Sadəcə daxilində çox enerji yığılıb. Qapanıram. Bunu realizə edə bilməyəndə İdeyaları var. İndi bax mənim indiki ideyamı mən bunu reallaşdırsam, ən azından elləri bilir. aha, Enari deyib mənə deməyib. Mən bunu reallaşdırsam, prototip olaraq filmin qəhrəmanı mənəm. Bilmirəm nədənsə əminəm ki, bir şey var içimdə ki, həmişə deyirəm də, bax bir şey nəyisə əminəmsə, o heç vaxt pis olmur məndə. Hə, olmur. Biraz şübhə ilə yanaşdımsa, o məndə olacaq belə də. Yaxşı nə? Eləyim. Get də gilas yığ, yaxşı nə gilas. Bəlkə şaftım. Yox, gila, yaxşı. O, mənə elə gəlir ki, uğurlu olacaq. Amma o proyektdə tək rejissor olaraq tək Vüsal Hacı Qədir olmayacaq. Orada olması bir 2-3-4 rejissor olacaq. O layihədə. İnşallah. İnşallah. Xeyirlisi olsun deyək Vüsal bəy. Təşəkkür Sağ edirik. olun. Gəldiniz. Çox maraqlı müsahibə. Yox, məni sənlə maraqlandırır sizdə. O mu döyər bu? O yoxdur. Gəlirik. Ha, davay. Ora gəlirik. Sizə qurban olum. Mən sizi dünyalar qədər çox istəyirəm. Çox sağ Qarşılıqlı. ol. İnşallah ki, gələn il bir dənə də yaxşı plan proyekt olsun. Gəl qeyd edək. Gəlim qeyd edək, hə. Amma İnşallah hamımıza aiddir bu ki, böyük başqa bir artıq uca monitorlarla, zadlarla, loqotip durur orada, 2 nəfər belə. İnşallah.
Belə. Sizi çox istəyirəm müəllim. Çox sağ ol. Qarşılıqlıdır. Hörmətin də, sevgin də qarşılıqlıdır. Bizdə də eyni ilə uğurlu layihələr arzu edirəm. Amin. 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 Və arzu eləyirəm hər birimizə ki, Azərbaycan kinosunun, seriallarının, Azərbaycan mədəniyyətinin taleyi puldan, maddiyyatdan asılı olmasın ki, mən düşünürəm ki, artıq bundan asılı deyil. Bu da bir başqa mövzudur, daha geniş mövzudur. Ona ayrıca bir vaxt. Emil Quliyev çağırın. Emil Quliyev çağırın bura. Biz çox istəyərdik Emil bəy Gəl, bizim gəl, qonağımız gəl. olsun. Forum.com Telegram kanalına abunə olmaqla nə qazanırıq? Əgər iş axtarırsınızsa, mütləq şəkildə CV-lərinizi yerləşdirə bilərsiniz. İşçi axtaranlar isə oradan sizi tapa bilərlər. Həm işçi axtaranlar, həm iş axtaranlar Forum.com Telegram kanalına abunə olun. Əgər əl işləriniz varsa, geniş auditoriyaya çatdırmaq istəyirsinizsə, yerləşdirə bilərsiniz. Abunə olmağı unutmuruq. Sağ olun. Növbəti görüşlərədək. Tamam. İşte ne diyeyim.